hiç ev vermeyiptiler. Ben zəhmətlə ev kazanmışam. Bugün Uğur'a burada ev verilir. Uğur hiç vaxt 5 yaşından atasından ayrı düşür. Atasını aktarıp, atasını öldü deyiblər ama inanmayıp sen aktarama çıkıp onu sen aktaram da diyeceğim. Ama evi burada bugün sen aktaramın 15 illiyində ona təqdim edirəm. Səni təbrik edirəm. Ama bir şəxs var burada. O güzel bir insan. O xeyirxah bir insan. O minlerle insanın hayatında imzası olanlardı. Ama o da yani ümumiyyətlə bir şeyi bilmek lazımdı dostlar. Uğur olan yerde mütləq ve mütləq kıskançlık da olacak. Esas odur ki yaxşılıktan geri kalmayasın. İsfendiyar müəllim, değerli iş adamı. Buyurun sözü size vereyim. Hoş geldin hanım. Allah Teala sizi zəhmətli yerdə qoymasın. Siz belki de yeganə adamlardan birisiniz ki, təmanlasız 15 il həyatı başa düşməyən adamlara təəssüf edirsiniz. Yani biz de baxırıq, insanları qovuşdurursunuz, insanları barışdırırsınız. Yani bu size Allah Teala qismət edib. Siz öz gözəl həyatınızı, cavanlığınızı xalqında xərcləyirsiniz. Sizə minnətdarım, çox sağ olun. Ben size minnettarım. Bugün evi olmayan, hayaller kuran bir gencin hayatında imzanıza göre sizi alkışlayıram ve xahiş edirəm. Alkışlayan İskender müəllimi. Bugün bir genç evle temin olunur. Sen aktarramın 15 illiyində bir genç evle temin olunur. Başkanım xanım, üzr istəyirəm. Bu açarlar var ha. Üzr istəyirəm. Mən bura gələndə birincisinin yanınıza gəlmişəm. Sizdə anam qədər vermişəm. O evi mənə yox. İstəyirəm ki, anama verilsin. Çünki anam orada evdə mən böyüdüm, para başa çatdırıb. Bugün sizin şad gününüzdür, pis olmayacam. Şəxsən çox sevindim, amma o ev anama düşür. Mən atamı elə axtarsaz, gətirsəz bəs eləyəməm. Atamı istəyirəm. Üzr istəyirəm, xoş gələm xanım. Məni doğub böyük başa çatdıran anam odur. Mənə qolları uzatan anam da sizsiniz. Yok. Lütfen. Anam dedim, anam dedim. Allah sizi var versin, kızı da. Ağlama xahiş edirəm. Heç olmasa bugün ağlam. Bugün ağlama oldu. Bugün ağlamak yoktur. Gülmək var, rəqs var və hər səsdən xahiş edirəm. Sona qədər qal. Buna bugün çok möhtəşəm. Özümü hazırlamışam. 15 il. Xeyri yok. 15 ildə özümü sağlamışam. Bugün deyəcəm sözləri. Hoş geldin hanım. Size çok teşekkür ederim. Sizin sürmanızda bütün rehberlerinize teşekkür ederim. Bize ev verip onda iştirak eden kardeşlere teşekkür ederim. Minnettarlarımı bildiririm. İnan ki bugün o kadar sevinçliyim. En çok da sizin bu ad gününüzü tebrik ederim. Çok sağ olun. Bu açarlar sizindir. O atar bana vermeyle sevindirmeyle yok. Ama sizin bugünkü hoş yüzünüzün gülleri yüzünden daha çok Senat Darram'ın bak bu açar, bu ev onlarla verdiğimiz evlerden biridir. Bugün İsfendiyar müəllimin timsalında bütün xeyirxah insanları alkışlamanızı isteyirim. Çünkü her insanda o yürek yoktur. Bilirsiniz dostlar, ben simic insanları sevmirəm. Simic insanlar qorxulu insanlardır. Onlarla yol gedəndə onlar pul için sizin canınızı da alabilir. Bir insan pulunu size verirse, bir insan pulunu kimese verirse o insanla yol gedin size için eləməyəcək. Arxayın olun. İskender müəllim. Bu qədər xeyirxahlığın qarşısında bəzən mənim kimi həm də savaşırsınız. Mən sizə bir söz deyirəm. Allah sizin ettiğiniz bu yaxşılıkları
bütün sevdiklerinizin karşısına çıkarsın ve size uzun ömürler versin. Buyurun. Bilirsiniz, biz Cənab Prezident başta olmaqla şəhid ailələr, qazi ailələrin hesabına bugün burada almış oturmuşuz. Ona görə bizim bu müqəddəs insanlara neynəsə azdır. Xalq elə insanlar qorumalıdır. Bunlar bizim üzüyün başıdır. Çünki bunlar olmasa Azərbaycan belə şöhrətli başqaları gəzə bilməzdi. Alqışlayıram sizə, sağ olun. Siz sağ olun. Teşekkür ederim size. Alkışlayak dostlar. Vallahi mənə evlat veren yoktur. Buyurun geçin, əyləşin. Mayıs, mən çok teşekkür ederim.